Salam hörmətli izləyicilərim. Bugün sizə belə iki rəngdən olan bir naxşı istəyirəm göstərim. Bu uşaq paltarlarına daha yaxşı gedər. Mənə elə gəlir. Uşaq ədyalına, papağına, belə yəni uşaqlar üçün toxumağa daha yaxşıdır. Bunun üçün də belə milimi götürürəm və bir sapımı da götürürüm. Qısa formada yığacağım. Bunu da tək ilməklərdə də hamısı tək ilməkdir. Neçə ilmək istəsəz yığa bilərsiniz. Üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmek yığacağım milimin üstüne. Bu bəs eləyər naxış göstərməyə. İndi burada da rezinka toxuyan deyiləm. Hər iki üzdən bir sıra tərs toxuyacağım. Bura düz üzdür. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri də hamısını tərs toxuyuram. Rezinka istəsən kim necə istəyir elə toxuya bilər. Axırıncını da tərs toxudum. İndi yəni tərs üzündən yenə hamısını tərs toxuyuram. Birinci ilməyi götürürəm, toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. Axırıncını da tərs toxudum. İndi buradan düz ilmədir. Hamısı düz ilmələrdir. İndi birincini götürürəm, toxumuram kənar ilməyi. Burada bunu tərs götürürəm, toxumuram. Bu ikinci ilməni arxasından bir ilmək çıxardıram. Birini artırıram, bir ilməyi də içindən çıxardıram. Yenə bu ikinci ilməyi yenə götürürəm, toxumuram. Bunu arxa tərəfindən götürürəm, birini artırıram, bir ilmək də içindən. Yəni bir ilməkdən 3 ilmək eləyirəm. Yenə sapı keçirdirəm özümə tərəf, bu ilməni götürürəm, toxumuram. Bu ikincini yenə arxasından götürürəm, bir artırma eləyirəm, bir də içindən çıxardıram. Yenə bunu götürürəm. Üç ilmək çıxartdım. Birini toxumadım, tərs ilməyi. Arxasından götürdüm. Birini artırdım. Bir ilməyi də içindən çıxardıram. Yenə bunu götürürəm. İkincisini bir ilməkdən 3 ilmək eləyirəm.
Yani bunu yine götürdüm. Bu ilmeği arkasından götürdüm. Birini artırdım. Bir ilmeği de içinden çıkardım. Kenardakini de ters dokudum. Şimdi ters yüzden kenarı götürürəm. Toxumuram. Bu qalan ilməkləri bu üçün toxumuşdum bir ilməkdən. Üçündən bir ilmək çıxardıram. Yəni əvvəlki sayına gəlsin. Bunda da tərsi də bu yüzden düz toxuyuram. Yenə bu artırdığım bu 3 ilməyi 3 ilməkdən bir ilmək çıxardıram. Bu birisini də tərs toxuyuram. Düz toxuyuram da bu yüzden düzdür. Yenə 3 ilməkdən bir ilmək çıxardım. Bunu da düz toxuyuram. Sıranı axıra qədər belə toxuyuram. Üç ilməkdən yenə birini çıxardım. Bunu düz toxudum. Yenə 3'dən birini çıxardım. Bunu düz toxudum. Kənarı da tərs toxudum. Belə. İndi bu yüzden tərsləri tərs toxuyuram. Düzləri də düz. Yəni kənarı götürdüm. Bir tərs. Bu 3'dən bir eləmişdik bir ilmək. Bunu düz. Yəni aradakı tərsləri elə tərs toxuyuruq. Bunları düz toxuyuruq. Bir tərs, bir düz olur. Kənarı da yenə tərs toxudum. Bir sırada arxa yüzdən toxuyuram. Kənar ilməni götürdüm. Yenə burada da tərsləri tərs, düzləri düz. Belə düyünlər alınır. İndi bu iki rəngdən olduğuna görə bu sapı ikinci rəngi bağlayıram bura. Kənar ilməyi götürdüm, toxudum, rəng dəyişdiyinə görə toxudum. İndi burada bu tərs ilməni sapı keçirdirəm bu üzə, tərs ilməni götürürəm, toxumuram. Yenə birinci sırada olduğu kimi düz ilməni bir arxasından götürürəm, bir artırıram, birini də içərisindən çıxardıram. Yenə tərs ilməni toxumuram, götürürəm. Düz ilməni arxasından çıxardıb, bir də artırıram, bir də içindən. Tərsləri götürürəm.
Yenə burada 1 ilməkdən 3 ilmək eləyirəm. Yenə tərsini götürürəm. Düz ilmənin arxasından götürürəm. Bir an artırıram. Birində içindən çıxardır. Kənarda tərs toxudur. İndi arxa tərəfdən kənarı götürürəm. Bu 3 dənə eləmişdim. Üçündən 1 ilmək çıxardıram. Yəni əvvəlki sayına gətirirəm. Bunu da düz toxuyuram. Yenə 3 dənədən 1 dənə çıxardıram. Düzü də toxuyuram. Yəni ilməklər hamısı düz alınır, düz toxunur. Kənarı yenə tərs toxudum. Belə. İndi bu üzdən kənarı götürürəm. Tərsləri tərs toxuyuram, düzləri də düz. Yəni bu düyünlü ilmələr düzdür. Aradakı ilmələr tərsdir. Kənarı da tərs toxudum. Arxa üzdən yenə tərsi tərs, düzü də düz. Formada toxundu. Belə bir düyünlər alınır. İndi yenə sapı dəyişirik buradan. Ağ sapına başlayırıq. Birinci sırada necə toxumuşduqsa o formada. Bir dəfə ağ, bir dəfə də yaşıl sapı toxumuşam. Siz hansı rəng istəsəz o rəngdə toxuya bilərsiniz. Belə bu formada bir naxış alınır. Eğer hoşunuza geldiyse abone olmağı, beğen düğmesini de basmağı unutmayın. Sağ olun. Gələn videomda görüşene kadar.